Hörmətli xanımlar, hörmətli bəylər, həqiqətən də Əliyev hakimiyyəti Tofiq Yaqublunu ölümün bir addımlığına gətirib çıxarır. Mən bir daha sizin diqqətinizi cəlb eləmək istəyirəm. Dünən yayılmış Profesör Adil Qeybullanın ekspert rəyinə. Bir çoxları, elə hökumətin özündə də bəlkə primitiv düşüncə ilə hesab edirlər ki, Tofiq Yaqublu orqanizmdəki bütün əzəllər tükənəndən sonra həyatdan gedə bilər. Bəlkə baxırlar ki, hələ 70 neçə kiloqramdır, bəlkə bir müddətdə yaşaya bilər, daha çox işgəncə verək, daha çox əziyyət verək. Amma tibb professoru bizim hamımıza aydın şəkildə izah elədi. Tofiq Yaqublunun yaşına və 38 gün davam edən aclığına görə immun sistemi tamamilə sıradan çıxıb. Nə deməkdir immun sistemi tamamilə sıradan çıxıb? İstənilən bir, ötəli bir xəstəlik onun həqiqətən məhvinə səbəb ola bilər. Bu bir. İkincisi, Tofiq Yaqublunun yenə də yaşadıqları məhrumiyyətlər, streslər, aclıq aksiyaları, hal-hazırki 38 gün davam edən bu aclıq aksiyası onun ayrı-ayrı daxili orqanlarının sıradan çıxmağına səbəb ola bilər. Yəni, ona görə mən həm hakimiyyətə, həm cəmiyyətə onu xatırlatmaq istəyirəm ki, kimsə düşünməsin ki, Tofiq Yaqublu yalnız fizioloji olaraq şam kimi axıra qədər yanandan sonra sönə bilər. Elə deyil. İstənilən gün onun üçün son gün ola bilər. Və burada heç bir şişirtmə, heç bir abartma yoxdur. Bunu hər kəs bilməlidir. Biz də demokratik düşərgədə bilməliyik bunu, hakimiyyət də bilməlidir, xalqımız da bilməlidir. Tofiq Yaqublunun aclıq elədiyi bu müddətin ərzində Azərbaycan cəmiyyəti prinsip etibarilə onun danışa bilən, etiraz eləyə bilən hissəsi xeyli dərəcədə danışıb və etiraz eləyib. Təsadüfi deyil ki, Tofiq bəy axırıncı məhkəməyə gələndə bilirdi ki, danışa bilməyəcək. Mən təsadüfən elə olmuşdu ki, məhkəmədə ona ən yaxın oturacaqda mən əyləşirdim. Onun həqiqətən də səsi çıxmırdı və onu eşitmək olmurdu. Hətta 2 metrlikdən, nəinki hakim eşidə bilmirdi, 2 metrlikdən də onu eşitmək olmurdu, səsi çıxmırdı. Və o yazılı bir yazı gətirmişdi bir vərəqin üzərində ki, siz mənim ürəyimsiz. O, Azərbaycan xalqının dəstəyini görür, bilir. Danışa bilənlərin, dəstək verə bilənlərin, etiraz edə bilənlərin dəstəyindən xəbərdardır. Amma, axı, Tofiq Yaqublunun məsələsi ayrıca bir məsələ deyil. Tək Tofiq Yaqubluya divan tutulmur ki, Azərbaycan cəmiyyəti susturulur. Azərbaycan cəmiyyətinin danışan dillərinə qıfıl vurulur. Balaca bir ölkədə artıq siyasi məhbusların sayı 360 nəfəri keçib. Siz görürsünüz ki, necə elə bil ki, zərrəbinlə baxırlar, hələ də haradasa bir jurnalist qalıbsa, bir ictimai fəal qalıbsa, dərhal həbs edirlər. Belə bir ölkədə total repressiya mühiti mövcuddur. O cümlədən müxalifətçilərə qarşı, istənilən etiraz edənlərə qarşı dözülməz bir şərait yaranır. Yəni, ona görə Tofiq Yaqublunun bugün məhv edilməsinə hər kəs danışıb etiraz edə bilmir. Danışa bilənlər işlərini görürlər. Amma bu da kifayət eləmir onun xilası üçün. Çünki hakimiyyət hesab edir ki, hal-hazırki beynəlxalq konjunktura əlverişlidir ki, o sərt avtoritarizmdən tam totalitarizmə keçid eləsin. Ona elə gəlir. Ona elə gəlir ki, bundan yaxşı bir dövr ola bilməz, dünyanın başı qarışıqdır, Azərbaycan cəmiyyətini taqətdən salmışıq və indi axırıncı addımları da atmaq lazımdır və cəmiyyəti tamamilə bitirmək lazımdır. Bunu ona görə deyirəm ki, biz fərqində olaq. Tofiq Yaqublu həqiqətən də bu millətin qəhrəman övladıdır. Təkcə Qarabağdakı icidliyinə görə yox, 30 ildən artıq demokratiya uğrunda mübarizəsinə görə də qəhrəmandır. Amma inanın ki, bu mübarizə hətta qəhrəman da olsa bir nəfərin uğrunda mübarizə deyil. Bilin ki,
hər kəs bizi izləyənlər də, təkcə burada əyləşənlər yox, bizi gələcəkdə izləyənlər də bilsinlər, fərqində olsunlar ki, bu saat Tofiq Yaqublu məsələsi meyara çevrilir, ayrıcı xəttə çevrilir. Əgər hakimiyyət Tofiq Yaqublunu məhv eləyəndirsə, onu həqiqətən də həbsdə öldürsələr, istəkləri budur. Bu həddə qədər gəlib çıxıblar və məqsədləri də budur. Bunu axıra qədər başa çatdırmağa bizim xalqımız imkan versə, ondan sonra bu ölkədə heç bir demokratiya imitasiyasına ehtiyac qalmayacaq. Hökumət özü üçün də biləcək ki, artıq xalqla körpüləri yandırdı, ortaya bir düşmənçilik düşdü və bundan sonra artıq Azərbaycan xalqı onsuz onu bağışlamayacaq və o bütün institutların sıradan çıxarılması üçün əlindən gələn eləyəcək. Biz də əlimizdən gəldikcə bütün gücümüzlə müqavimət göstərəcəyik və Azərbaycan indikindən də qara günlərə doğru gedəcək. Dünyadan təcrübə olacaq, ölkənin daxilində qarşı durmalar artacaq. Təsəvvür edin ki, bu günləri bunu başa düşmək lazımdır ki, Tofiq Yaqublunun özünün şəxsiyyəti, həyatı nə qədər qiymətli olsa da tək o deyil müzakirə mövzusu. Burada Azərbaycan cəmiyyəti toparlanıb, onu durdura bilməsə, bu rejimi durdura bilməsə, həqiqətən də rejimin iddiası, ambisiyası burada tam bir Türkmənistan şəraiti yaratmalıdır. Artıq heç belə toplantılar da olmasın, sosial şəbəkələrdə də heç kim danışa bilməsin, ona doğru gedəcəklər. Bunu mən ona görə deyirəm ki, əziz həmvətənlər, əgər aranızda hələ də düşünənlər varsa ki, Tofiq Yaqublu rejimin tənqidçisidir və ona olan qərəz də bununla bağlıdır. Əgər Tofiq Yaqublu, bizlər, bütün rejimin tənqidçiləri sıradan çıxarılsa, bu ölkədə hətta sosial şəbəkələrdə bir xırda məmura etiraz eləməyə də imkan olmayacaq. Bu günləri siz haradasa şikayətlənə bilirsiniz, danışa bilirsiniz, yaza bilirsiniz. Çünki həbsi gözə alıb, ölümü gözə alıb, bu prosesin önündə gedən İlham Əliyev rejimini ad-ad sərt tənqid edə bilən ictimai-siyasi qüvvələr hələ də var. 400 nəfərə yaxınlaşır həbslərin sayı, amma hələ də var. Amma inanın ki, Tofiq Yaqublu başda olmaqla bugün darda olan insanlar, əgər lazımı dəstəyi görməsələr, onların xilası üçün yetərli dəstəyi görməsələr, o zaman hələ indi yaşadıqlarımız da Azərbaycanın yaxşı günləri hesab olunacaq. Bundan sonra sosial baxımdan da ölkə bərbad vəziyyətə düşəcək. Onsuz da ölkədə sosial vəziyyət günü-gündən məhdudlaşır. Təsəvvür edin, bütün dünyaya ölkə qapanmalı olacaq, qapanmağa doğru gedir, investisiyası da olmayacaq, krediti də olmayacaq, neftin də qiyməti onsuz da düşür aşağı, ölkədə sosial fəlakət də artacaq, siyasi baxımdan qeyri-müəyyənlik, qarşıdurmalar da artacaq. Yəni, bilmək lazımdır ki, məhz indi toparlanıb Tofiq Yaqublunu xilas eləmək həm öz qəhrəmanına sahib çıxmaq deməkdir, həm də ölkəni daha ağır fəlakətlərdən xilas eləmək deməkdir. Ona görə də məhz indi toparlanmaq lazımdır. Daha nə eləmək olar? Aydın məsələdir ki, bugün ölkədə elə bir rejim yaranıb ki, 6 ildir hər cür mitinglər qadağan edilib. Küçə, meydanlarda hər hansı mübarizə aparmaq imkanı verilmir. Hər gün həbslər gedir, hər gün həbslər gedir. Baxın, bu günləri mən bura gələndə artıq şəxsən məni bu belə tədbirlərə müşahidə edən adamlardan 6-cısı həbs olundu. Yəni, maşını ilə məni hansısa tədbirə gətirir, o həbs olundu. Bu günləri axırıncı Asəm Əli bəy həbs olundu. Ondan əvvəl yenə də məni öz maşını ilə başqa tədbirə aparan Zavrı Zalı bəy həbs olunmuşdu və məni müşahidə edən ictimai əsaslarla hər hansı təxribatdan və şahidlik eləyəcək adamlardan da 4 nəfər həbs olundu, həmin o mühafizəçilərdən də yalnız 2 ayın ərzində. Belə bir repressiv mühitdir. Bu şəraitdə Azərbaycan xalqımıza səslənirəm. İctimai-siyasi proseslərdə olmayan insanlara səslənirəm. Belə bir ağır repressiya şəraitində ortada qalmış, mübarizəni davam elətdirən, əqidə gücünə, iradə gücünə təslim olmayıb, mübarizəni davam elətdirən adamları rejimlə tək-bətək buraxmayıb. Bizim ortada qalıb mübarizəni davam elətdirən insanların sizin o böyük dəstəyiniz, sizin o el gücünün, sel gücünün dəstəyi olmadan tək başına bu zor maşını durdurmağa imkanımız çatmaz. Bizim, baxın, 10 minlərlə insan neçə müddətdir ki, Tofiq Yaqublu üçün ardıcıl mübarizə aparır. Bizim özümüzdə təşkilatda ilk gündən bütün strukturlarda qərar verilib,
bütün mümkün olan vasitələrlə, sosial şəbəkələrdə, tək adamlıq pişiklər keçirməklə, acılıq aksiyaları ilə, bütün vasitələrlə mübarizə aparılır və bütün hər biriniz, hər bir Azərbaycan müxalifətçisi, hər bir ictimai fəal bu mübarizəni 38 gündə aparır. Amma bu kifayət etmir. Azərbaycan hakimiyyətinə təsir etməyin bircə yolu var. Hansı halda İlham Əliyev bu işi yarımçıq saxlayıb, zərərin yarısından dönər və İlham Əliyevin qərarı ilə bu başlanmış tədrici qətl etmə prosesi yarıda qala bilər. Hansı halda bu ola bilər? Bunu çox açıq ifadə edirəm. Tofiq Yaqublu nəyə görə şərhlənir? Çıxışlarına görə, yazılarına görə, sərt tənqidlərinə görə. Onu susturmaq istəyirlər. İndi Azərbaycan cəmiyyətindən rejimin üzərinə elə bir baskı gəlməlidir ki, artıq bu 100 minlərin baskısı olmalıdır. Hökumət tərəzidə pragmatik olaraq hesablasın ki, tək Tofiq Yaqublunun o nisbi azadlıqdakı o sərt çıxışları, tənqidləri, yazıları bu böyük sel gücünün yanında nəymiş ki, mən yaxşı olar ki, ona dözüm. Ona dözüm, nəyin ki, bu sel gücü xalqdan gəlməsin mənim üzərimə. Bəli, ayrı-ayrılıqda hər adam Tofiq Yaqublu kimi danışa bilməyəcək, onun kimi yaza bilməyəcək. Amma 100 minlər danışanda, etiraz edəndə bu sel gücü effekti yaradacaq. Baxın, əziz xalqımıza bu fürsətdən də istifadə edib müraciət edirəm. Söz sizdədir. Azərbaycan xalqı qərarını verməlidir. Biz ağır bir yol gəlirik. 30 ildən artıqdır ki, ailə hakimiyyəti Azərbaycanda bütün demokratik institutları məhv eləmək istəyir. Bizim xalqımızın Cumhuriyyət yolunda, Respublika yolunda, Elçibəy, Rəsulzadə yolunda olan hissəsi də 30 ildən artıqdır ki, müqavimət göstərir. Amma indi elə bir müvazinət vəziyyəti yaranıb ki, son qərarın verilməsi üçün məhz xalqın bu günlərə qədər ictimai-siyasi prosesə qoşulmayan insanların qoşulmağı lazımdır. Durub kənardan baxmayın. Sizə aid deyil bu məsələ, düşünməyin. Düşünməyin ki, güya bugün Tofiq Yaqublunun ölümünə göz yummaqla, sabahları digər siyasi məhbusların, bizim o xanım jurnalistləri o şəkildə məhv edilməsinə göz yummaqla başımızı saxlayacağıq. Elə şey yoxdur. Əgər bu ölkənin ən sayılıb seçilən Qarabağ qəhrəmanı belə xalqın gözünün qarşısında məhv edilirsə, bu ölkənin ən tanınmış liderlərindən biri məhv edilirsə, sıravi vətəndaşın bu ölkədə heç bir salamatçılığından söhbət gedə bilməz. Sıravi vətəndaşın heç bir hüquq və azadlıqlarının təmin olunmağından söhbət gedə bilməz. Ona görə də mən bu fürsətdən istifadə edib xalqımızla açıq danışmaq istədim. Üzərinizə məsuliyyət götürün. Baxın, dünya xalqlarının təcrübəsinə baxaq. Dünya gör-götür dünyasıdır. Hansı xalqlar hamılıqla və kütləvi şəkildə demokratiya üçün mübarizə aparırlarsa, biraz tez, biraz gec mütləq müvəffəq olurlar. Mütləq, elə bir nümunə yoxdur ki, bir xalq uzun müddət, israrla, hamılıqla mübarizə aparsın və məğlub olsun. Belə xalqların hamısı sonunda qalib gəlirlər. Bəs harada qələbənin gəlişi ləngiyir? Yalnız bu iş minlərin, 10 minlərin öhdəsinə buraxılanda, böyük əksəriyyət tamaşaçı mövqeyi seçəndə bu proses uzanır. Bax, həm də həmin o prosesin uzanmağından şikayətlənən soydaşlarıma səslənirəm. Bugün məqamdır, həm özünüzün qəhrəman övladınıza sahib çıxacaqsınız, həm də ölkənin bu tıxanmışlıqdan, bu dalandan çıxmağına gətirib çıxaracaqsınız. Biz təşkilat olaraq da bundan sonra hər bir Azərbaycan vətəndaşının, hər bir ictimai-siyasi təşkilat partiya ilə bütövlükdə Tofiq Yaqublu üçün səsini ucaldan hər kəslə birlikdə, ən müxtəlif formatlarda, birliklərdə Tofiq Yaqublunu birlikdə də müdafiə eləməyə hazırıq, hər bir addıma hazırıq və mən indiyə qədər Tofiq Yaqubluya dəstəyini əsirgəməyən, bizim qədir bilən xalqımıza, xüsusilə mövqe bildirən insanlara təşəkkür eləmək istəyirəm və şübhəsiz ki, xüsusi olaraq da Yaqublu ailəsinin dəyanətini vurğulamaq istəyirəm. Əlbəttə ki, onlar hər birimizdən artıq bu acını hiss edirlər və ilk baxışda təəssürat yarana bilər ki, prinsipli ailəsinin onu dəstəkləməsi normal bir haldır, adi bir haldır. Amma biz Azərbaycan nümunəsində görürük ki, belə deyil. Biz Azərbaycan nümunəsində onu da görürük ki, bəli, hətta ölkədə elə bir vəziyyət yaranıb ki, ailə üzvlərinin öz darda olan doğmalarını axıra qədər israrla və qətiyyətlə, cəsarətlə mübarizə edib, müdafiə etməsi də qeyri-adi hala çevrilib. Azərbaycan cəmiyyətini o hala qoyublar. Ona görə də mən Yaqublu ailəsinə təşəkkür edirəm. Tofiq Yaqublunu tək qoymayan hər kəsə təşəkkür edirəm və
sonunda həmin bax bu 10 minlər ki var, Tofiq Yaqubluya hər gün dəstək verirlər. O insanlara sonuncu bugünkü iclasda, bugünkü toplantıda sonuncu müraciətimi edirəm ki, bütün gücünüzü yönəldin hələ də prosesə qoşulmayan sıravi vətəndaşlara. Biz daha çox sıravi vətəndaşı cəlb eləməliyik bu prosesə və İlham Əliyevin özü də, ətrafı da hər yerdən görməlidir o 100 minlərin təzyiqini, o 100 minlərin Tofiq Yaqubluya azadlıq hayqırtısını eşitməlidirlər onlar. Hiss eləməlidirlər ki, Tofiq Yaqublunun öldürülməsini bu millət, bu hakimiyyətə bağışlamayacaq. Tofiq Yaqublunun azadlığı bundan keçir. Sağ olun.